Kənd Təsərrüfatı Nazirliyi yanında Agrolizing Açıq Səhmdar Cəmiyyəti Avstriyadan yeni cins inəklər gətirib. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına alınan cins inəklərin ilk partiyasının fermerlərə satışına başlanılıb. Bərdə rayonuna 267 baş cins malqara verilib. Avstriyadan gətirilən Simmentol cins heyvanlar ətlik və südlük istiqamətindədir. Herishtenfressen isə südlük istiqamətində olan cins inəklərdir. Azərbaycana gətirilən cins heyvanlar kəndlərdə fərdi şəkildə fermerlərə paylanılıb. Rayonun 32-lər kəndində yaşayan Pərviz Quliyev uzun illərdir ki, heyvandarlıqla məşğuldur. Agrolizing xətti ilə 20 baş Simmentol cins heyvan alıb. Heyvan gəlməmişdən əvvəl təsərrüfatında standartlara uyğun tövlə şəraitidə qurub. Fermerin sözlərinə görə bu heyvanların alınmasında ona dövlət tərəfindən 50% güzəşt olub. İstər ətlik, istərsə də südlük istiqamətində məhsullarda yüksək olan bu heyvanları saxlamaq fermer üçün daha sərfəlidir. Yerli heyvanlarla müqayisədə çox böyük bir fərq olur. Çünki biz uzun illərdir bu işlərlə məşğul olduğumuza görə, yəni heyvandarçılıqla məşğul olduğumuza görə yerli heyvanın da verdiyi süd veriminə və ya ət veriminə və simmental cinsində ət süd veriminə çox böyük fərqini görürük. Nə qədər süd vermə qabiliyyəti birinci doğuşdan, yəni birinci bala verimindən 20 litrdən 30 litrə qədər süd verimi var. Təsərrüfatlara yeni gətirilən heyvanlar rayon baytarlıq idarəsi tərəfindən bir ay müddətində qarantinə götürülüb. Bu mal heyvan iqlim şəraitini dəyişir və vitamin iştahını açır. Antibiotiklər məsələn vururuq ki, pnevmoniya olarsa onun qabağını alır ağciyərdə. Oksitoskilindən istifadə edirik. Bağırsaqda kokturdiyoz, müəyyən bağırsaq xəstələnmələr gələrsə onları vururuq ki, qabaqlayıcı müalicə və də tədbir aparır. Qan nümunələri qan alır hökmən. Birinci dərəcəli təsərrüfatda birinci işimiz qan nümunəsidir. Gələn heyvan qarantinə qoyulur. Onunla da heyvan qan alınıb laboratoriya göndərilir. Qeyd edək ki, cins heyvanların satış qiyməti onların diri çəkisinə əsasən təyin olunur. Bir inəyin qiyməti təxminən 5-6 min manatadır. Heyvanların qiymətinin 50%-i dövlət tərəfindən fermerlərə güzəşt olunur. Digər 50% vəsaitin yarısını fermerlər ilkin olaraq, qalan hissəsini isə 3 il müddətində hissə ödəməlidir. Cabir Məmmədov, Şamxal Cəlloğlu, Səs TV, Bərdə.